Axırıncı mesajı olub ki, biz getdik. Gördüm mənə bu mesaj gəldi ki, mama nigaran qalma, zəng vura bilmirəm daha. Özünüzdən müğayət olun. Qur'an-ı Kərimdə belə bir ayə var. Sizdir Allah yolunda öldürsöz də, öldürülsəz də, meydanda şəhid olsuz da və yaxud da ki, bu meydandan qalib çıxsaz da, Allahın nəzərində sizin məqamınız ucad, siz şəhidsiniz. Mən şəhid Elçin, atası Mehman. 2020-ci ildə oğlum Elçini əsgərliyi yola salmışam. Pirişgüldə təlimlərdə olub. Bir bacı bir qardaş olublar. Təlimlərdən sonra 44 günlük müharibəyə gedib, döyüşüb. Füzuli uğrunda döyüşlərdə, Cəbrayılda döyüşüb. Horadisdə Füzulunu alanda şəhid olub oğlum. O qəhrəmancasına şəhid olub. Uşaq vaxtından Füzula çox sevirdi. Füzula gedib gəlirdi. Əskərlikdən qabaq Muravda əskərlik eləyib. Orada gedib, ermənilər tərəfə keçiblər, razvetkaya gedib gəlib. Ata, orada getmişəm, gəlmişəm. Dedim, oğlum gedmə, vurarlar. Ata oraya geçdi. 2-3 dəfə mən gedib gəlmişəm. Mən özü snayper olub orada. Əskərliyini çəkib 56 ayını gəlib. Burada Kəhrizdə su maşınında su daşıyırdı. Gəlirdi, saxlayırdı maşını. Ay uşaq, yorğunsa, gedirdi futbol oynamağa. Bütün məhəllə, valla nə bilim, heç kim inanmır ki, bu döyüşlərdə şəhid olub. Belə, necə deyim, vətənpərvər uşaqdır. Nə bilim, valla, səhər gedirdi işə, axşam gəlirdi. Rəisləri də çox xoşlayırdı onu, deyir, yaxşı uşaqdır, sözə qulaq uşaqdır. İndi elə oldu ki, 26 sentyabrın zəng vurdular ki, icradan ki, oğlun səhər gəlməlidir Baykamada. Dedim, qoy uşaq gəlsin, deyərəm. Uşaq gəldi, dedim, ata səhər gedərik. Səhər durdu, firma maşını, su maşını qaldı qapıda. Apardım ora. Dedilər ki, Pürüşkülə poligona aparıqlar, öyrəşsinlər də onları, nə var, nə yox. Aldılar, məndən uşağı apardılar, 21-i yola saldım onu. Uşaqlar dedi, yanına gedirik yoldaşları. Yalan deyərəm, 25 idi, 24 idi. Dedim, bizi də apar, anasını, atasını, sürpriz olsun onun. Hələ Pürüşkülü çatmaya görə texnikalar dolu. Hələ orada bir dayanacaq vardı, çatdı görə yoldaşları zəng vurdu ona ki, Elçi, gəlmişik, ata-anan da maşındadır. Düzdür, geçdi. Biz çoxdan çıxmışıq. Branirevin maşını, bilmirik, hara gedirik. Qayıtın dalı. Bu qayıtda gəldi, heç nə o gördü onu, nə mən gördüm onu. Bir dəfə, yoxsa 2 dəfə anası ilə danışıb, əmisi ilə danışıb. Axırıncı mesajı olub ki, biz getdik. Atamla Meyqata. Başqa heç nə. Füzulunu almasında döyüşüb, 4 medalı var. Adını da veriblər Kuçaya, yeni sağa gedirdi. Allah hökumətinin canına sağ olasın, prezidentin canına sağ olasın. O Mehriban xanım sağ olasın. Nə əlləri çatır, nə gücləri çatır, bizim onlardan heç istəmirəm. Oğlum şəhid olub, tək mənim oğlum yox ha. O 3000-dən də bəlkə də yuxarı şəhidimiz var. Onlar da mənim balam, mənim qardaşım. Mən onlarla fəxr edirəm. Şəhid Əlməmmədov Elçinin anasıyam. Ailəmiz 4 nəfərdən ibarət idi. Bir qızımdır, oğlum, yoldaşım, özüm. Böyük qızımdır, 1 il aralığı var. İkinci oğlum Elçin idi. Məktəbə getdilər, neçə illər qaynanamın yanında oldum. 2-də 3-də oxuyanda bura köçdük biz bu evimizə. Uşaq getdi məktəbi, qutardı, dəskəriyə Murovda əskərik çəkdi. 2 il yarım Murovda əskəriyini çəkdi, gəldi. 3 ildir gəlmişdi hələ. Uşaq iş zad axtarırdı, özü üçün işləyirdi. Təzə düzəlmişdi işə. Sonra ayın 21-i idi, sentyabrın. Voyinkomatdan zəng gəldi ki, bəs uşaq səhər gəlsin. Biz dedik, onu götürdük telefonda, evə zəng gəlmişdi. Dedik, hə, yaxşı. Uşaq gəldi, bayırda idi də, maşınla getmişdi. Gəldi, dedik ona Elçin, dedi, hə, mama gedərik. Gedərəm səhər ata ilə. Ecdaş atasına da dedi ki, ehtiyac yoxdur da, özüm gedəcəm voyinkomata, biz bilirəm. Səhər açıldı, atası apardı. Mən də ünvan işin qabağında qalıyordum. Dedim, ay Elçin, bu nəyə görə çağırıblar? Bilmirdik də, televizorda heç nə vermirdilər, heç nə də xəbərimiz yox. Qətidə heç nə, şeydir də, təlimdir.
Həmin bu sekinin üstündən qaça-qaça getdi, qab yurdum. Heç inan ki, görüşə də bilmədim. Dedi, gəlirəm indi. Belə elədi, gəlirəm mama. Getdi. Başın atası ilə mindilər maşına getdilər. Bir də onu gördüm, mehman gəldi ki, bəs xanım uşaq getdi. Ki, bəs şeydir, dedim, dedə heç nə olmaz. Bəs nə deyək, salamatçılıq, təlimdir də. Təlim. Sonra yoldaşları gəlirdi, gedirdi. Onlar uca bilirlər müharibə zad başlayıb da. Mənə heç nə xəbərim yox. Onda işim yox. Bir gün bir gördüm, dostu gəldi bizə. Samir dostu var idi. Dedi ki, xala biz istəyirik yanına gedək. Biz şeydir, istəyirəm ki, sözü də aparım. Atasını da, sözü də. Ancaq elçinə sürpriz eləyirik, demirik heç nə. Mən də getdim dükandan konfet, qoz, fındıq aldım ki, ana kimi də Resiyaqasına gedəndə də hələ şeylər, indi ana idi. Dedi ki, yemək zadı qoymayasan ha, o şey olmayacaq. Gənə dedim, anayam da, getdim, aldım hər şeyi, getdik. Əlaqə saxlayırdı Samir elçinlə orada telefonla. Dedi ki, uca gecikmişsiniz. Bəs bizi yola salıbla, maşınla gedirik. Oradan çox peşman qayıtdık, gəldik Pirişgüldən. Qayıtdık, gəldik, görə bilmədik onu. Hələ o getdi, hər gün danışırdı mənimlə. Gündə 2 dəfə, 3 dəfə zəng vururdu. Mama, salamatçılıqdır. Deyirdim, hə, şükür Allah, ay elçin, haradasınız? Hə, Pirişgüldəyəm. Məşq eləyirik. Ayın 26-sı idi neçəsi biz yanına gedəndə, uca yola salmışdılar. O ancaq demirdi bizə. Əli bu yaxınlardayam, heç nə yoxdur, salamatçılıqdır. Ata neynir? Atadan da mığayət ol, özündən də mığayət ol. Məndən nigaran qalmıyor. Başqa heç nə demirdi də, bir kəlmə də. Bir də onu deyirdi ki, uyanlarda salamatçılıqdır. Deyirdim, hər şükür Allaha, nə olacaq Allaha şükür. Və salam, məndən nigaran, hələ bir də onu deyirdi, məndən nigaran qalmayın, özünüzdən mığayət olun. Ancaq əmisi ilə danışırdı həmişə. Əmisinə deyirdi də sözlərini. Deyirdi ki, evdəkiləri demə heç nə. Axırıncı dəfə ayın 5-i, 6-sı bu şəhid olub. Ayın 5-i qızım gildəydim. Gördüm mənə bu mesaj gəldi ki, mama nigaran qalma, zəng vura bilmirəm daha. İnternet yoxdur. Bəs məndən nigaran qalma, özünüzdən müğayət olun. 5-dən sonra bu uşaqdan xəbər çıxmadı. Nə zəng vurdu, nə bir şey. Sən demə, əmisinə deyiblə, əmisi bilib, bütün kənd bilirdi. Qudam Gilizad, hamısı. Artyomda bacılan bir dənə adam gəlib demirdi bizə ki, elçin şəhid olub. Qaynım Gilizad getdi, dedilər mənə ki, biz gedirik indi öyrənək görək ki, elçin hardadır, nəyə görə zəng vurmur. Gənə mən başa düşməm, sən demə, bunlar hamısı bilir, xəbər gəlib onlar üçün. Burası mənə, bilmirəm, indi anayam, qabul eləmir ürəyim, necə şey, çatmır mənə ki, bu uşaq şəhid ola bilər də. Evimiz adam gəlirlər, dayısı gili gəlib, xalası gili gəlir, evimiz adam dolu, çay tökürəm, qoyuram. Gənə də başa düşmürəm ki, bu uşaq şəhid olub. Hələ bir qabul eləmir də, ürəyim qabul eləmir. Deyirəm, hə, gedirlər, səhər gedirlər ki, öyrənsinlər, görsünlər, uşaq nöş zəng eləmir. Getdilər, əmisi, xalası oğlaya, dayısı oğlaya, əmisi getdilər ki, demək, 16-sı getdilər, 17-si gördüm ki, şey elədi. 16-sı oradan mənə Yaşar zəng vurdu ki, qaynım, bəs, ay xanım, mehman hardadır? Dedim ki, hə, itdə. Dedi ki, bəs, bir dənə xəlbət yerdə deyəm, mehman bilməsin, bəs, söz deyəcəm sənə. Keçdim, köhnə qoxunan var, orada, dedim, təkəm. Əfsanə də yanımdaydı, uşaqlarla, qızım. Qeytidir xanım, dözümlü ol, şey eləmə də, özü ələ al, həkim sənlə danışacaq. Dedim, demənə görüm, nə olub elçinə? Qeyti dedi ki, heç nə. Bəs xanım, uşaq şəhid olub, sonra şeydir, həkim sənlə danışmaq istəyir, vermirlər bizə, uşağı vermirlər. Deyir ki, uşağın əlamətlərini düşünürlər. Bu mənim o deməyi ilə indi təsəvvür eləyin ki, mənim beynimdə bütün sürətlə hər şey fırlanır. Ağlamıram da. Dimdik dayanmışam. Dedim, ver. Qoyub, mikrofonda qoyub da qaynımın sesini də eşidirəm, həkimin də. Dedi ki, anam, əlamətlərini de mənə.
Ağlamıram, 1 qram gözümdən də yaş çıxmır. Hələ bir donmuşam da qalmışam. Dedim ona əlamətləri nə? Dedi əməliyyat olub hardansa, bir çapığı zadı var. Deyirəm yox, uşaq əməliyyat olmayıb, sağlam uşaqdır. Birdən düşdü yadıma ki, burada bu regionə çapığı var. Uşaqlıqda məktəb vaxtı, o vaxt yolanla karandaş olmurdu. Yox idi, lezve ilə yolanda düşmüşdü ayağına. Belə eləyəndə düşmüşdü ətinə. Həmin o çapıq böyük qalmışdı ayağında. Dedim ona, sonra bir də ki, dedi sonra başqa. Deyirəm, ay doktor, başqa mən nə deyim sizə? Başqa vallahi heç nə. Bir də sonra gəldi ağlıma, əlinin üstündə onun anadan gəlmə nar ləkəsi deyirlər də, xal kimi burası. Yayda tünd olurdu, qışda biraz açılırdı. Bax, iri bir dənə nar ləkəsi kimi xal vardı. Dedim, bəs belə xalı da var. Bir də ki, dişinin üstündə, bir dənə də dişdə, o bir yaxçı deyirlər o cür dişə. Hə, üstdən bəs dişi də var. Ki, gördüm, həkim qayıtdı, dedi ki, bəs şeydir anam, hazır ol, bəs şəhidinizi göndəririk. Yoxsa qaynıma vermirdilər. Hələ onda, hələ bir dünyada, nə bilim, geçsin o günlər daha bir də gəlməsin. Həyitimizdə bir dənə tufan qopdu. Mən Nəcəfzadə Qədir Hüseyn Ağaoğlu. Artıq 17-ci ildən Zirə Cümə məscidində din xadimi kimi fəaliyyət göstərirəm və belə oldu ki, cəmi az bir müddətdən sonra artıq müharibə başladı. Müharibə dövründə qəsəbəyə gələn bütün şəhidlər bizi üçün o bizim uşaqlıqda gördüyümüz şəhid dəfinlərinin artıq dolğun forması oldu. Yəni 92-93-cü illərdə o səhnələri uşaq kimi müşahidə eləmək var. Bir də onları artıq yetkin yaşda bütün detalları ilə hiss etmək. Şəhid Elçinin dəfni bizim qəsəbədə müharibə dövründə ilk dəfni idi. Mənim yadıma gəlir ki, kəndə xəbər gəldi. Yəni biz onun valideynindən hətta 10 gün qabaq artıq biz bilirdik ki, belə bir məsələ var. İndi axtarırdıq onun cənazəsini. Əmsi, bizim qəsəbədən 2 nəfər təcili yardım maşınlarında xidmət edən şəxslər var idi. Onların vasitəsilə gecələr yığışırdıq, söhbət edirdik, harada ola bilər, hardan o axtara bilərik, hansı hospitalda, hansı. Çox çətinliklər var idi. Həm də o pandemiya dövrü idi, çox danışmaq olmurdu, yəni cəmaatı o gərginləşdirmək olmazdı. Onsuz da bütün valideynlərin gözləri yolda, qulağı səslər, nigarançılıq, necə olacaq, yəni müharibənin nəticəsi necə olacaq, yəni çox gərginlik var idi. Yadıma gəlir ki, gözümüzün qabağında olan hadisələrdir. Artıq onun cənazəsi tapıldı. Cənazəsi tapıldı və gətirib gəldi. Hamı sabahları təsəvvür eləyin, o dəfn mərasiminin necə olması barəsində biz böyük nigarançılığımız var idi. Hiss edirik, böyük izdiham olacaq. Amma bu izdihamı necə idarə etmək, bu izdihamın qarşısında necə durmaq, o izdihamı necə ələ almaq. Həm orada niskil var, yəni ağrı acı var, cavan bir uşağın, cavan bir gəncin şəhid olmaqlığı, özdə ailənin yeganə evladı. Bir tərəfdən də o insanların o qeyrətinin cuşa gəlməyi, o vətənpərvərliyinin, o qisas hissi ilə, inanın ki, o dəfində olan neçə min insanı bir-bir əgər müharibəyə göndərsəydin, həmin vaxtda insanlar gedərdilər. Və yaxud da ki, orada olan neçə min insanı birbaşa müharibəyə yönləndirsəydin, yəni insanlarda o qədər qisas hissi var idi. Və mən deyərdim ki, o 92-93-cü 1-ci Qarabağ müharibəsindən sonra bizim qəsəbəmizin tarixində ən izdihamlı şəhid dəfni idi.
neçə min insan var idi. Ancaq sən ön cərgələri görürdün. Çünki biz qarşıda gedirdik, zikirləri deyirdik cənazənin qarşılayacaq. Arkada olan izdihamı biz görə bilmirdik. Neçə aylar sonra telefonlarla çəkilən videolardan biz gördük ki, neçə min insandır, yenə də deyirəm 3 mindir, 4 mindir, 5 mindir. Yəni o bizim qəsəbə üçün çox böyük bir saydı, böyük bir rəqəmdir. Həmin o dövrdən sonraki dönəmlərdə o şəhidin məclisi, orada olan insanların o əhval ruhiyyəsi, ruh yüksəkliyi. Misal üçün istəsələr ki, bir xalqı əssinlər, onu düşmən düşünür ki, onun cavanını öldürməklə, onun yaşayış məntəqələrini vurmaqla biz bilirik ki, Gəncəyə, Tərtərə raketlər atırdılar. Amma əksinə oldu. Bizim cəmaatımızda o qədər ruh yüksəkliyi əmələ gəldi, o qədər ki, dövlətlə xalq arasında bağlılıq elə bir əlaqə yaratdı ki, təsəvvür eləyin ki, insanların bu məclislərdə iştirakı, insanların o qalibiyyətə doğru əhval-ruhiyyəsi insana deyirdi ki, Allahın bu işdə bir böyük lütfu var. Allahın bu işdə bir böyük nəzarəti var, böyük bir nəzəri var. Onların dəfni, onların dəfninin bərəkəti, onların dəfninin ab-ı havası, onların dəfninin şəhadətinin insanların qəlbinə verdiyi fərəhi, nuru açıq, aydın hiss eləmək olardı ki, insanlarda ruh düşkünlüyü yox, o kudurət yox, əksinə fərəh var idi. Və o fərəhdən az bir müddət keçdi artıq. O zəfər günü qeyd olundu, nə bilim, müharibənin bitməsi ilə bütün mediada elanlar verildi. İnsanların qəlbində böyük sevinç yarandı. Yəni ki, o itmiş ümidlərin hamısı insanlarda qəlblərində böyük bir sevinç yaratdı. Allaha həmd olsun, Allaha çox-çox şükürlər olsun ki, Allah Teala o bizim xalqımızın qəlbində olan imandan dolayı, bizim xalqımızın qəlbində olan Allah sevgisi və Peyğəmbər və Əhl-i Beytinə olan sevgidən, bağlılıqdan dolayı, o bizim dərin milli mənəvi köklərimizdən dolayı bizim xalqımıza, millətimizə, dövlətimizə böyük qalibiyyət nəsib elədi. Allah şəhidlərimizi Həzrət Rəsul-i Əkrəmə, onun pak Əhl-i Beytinə qonaq eləsin inşallah. Allah şəhid ailələrinə səbir versin. Onların kiçik evlatlarına dünya səadəti nəsib eləsin. Və o qazilərimiz ki, qalıb Allah qazilərimizə can sağlığı versin. Sağlığında o evi deməli yox idi orada. Daş yeni tikmişdim onun üçün. Evlənmək istəyir sözün açığı. Qız da tapmışdı. Dedim, oğlum, biraz imkan eləyək. Evi düzəldək, zət eləyək, sana ki, mən toy eləyəcəm. Düzdür, biraz əsəbi idi. Əncə belə, əli uşağı idi ki, 07 almışdım onun üçün. Dedi, ata 07-ni sata, evi düzəldək. 2-3 ildə gəlmiş əsəyə. Dedim, oğlum, maşını satsan, qalacaq ayaqsız. Axır cırma-cırma ilə almışam da maşını. Evdə maşın olmalıdır, ucu 2-ci aylıdır. Biz də yaşlaşırıq, sən də bir bacım da əyrə gedib, uşaqları var. 3 dənə nəvəm var, 2 də qızdır. Dedi, ata gördüm, yox, inciyir mən, nə dedim, ay yox. Bugün sabah onun üstünü bağlayarıq. Hələ üstünü bağlayırdıq ki, bu vəziyyət alındı. Mənim sözümdən vaxtdan çıxmayıb bu. Mən bir kəlmə deməmişəm buna ki, oğlum, düz yola get, eğri yola getmə. O yolu götürmüşdü. And olsun, bu Allah öz yolu götürmüşdü. Sözümdən mənim çıxmırdı. İşdən gəlirdi, maşınla gedirdi harasa, mən işləyəm, neftaşlarında. Anasına ev vurdum, yaranam ondan. Bir dənə zəng vurdum, evə get. Gəlmirsən işdə, bir dənə zibil çıxardarsa, Allah göstərmirsin, cavan uşaqsa. Məncə iş açmada, evə get, anam zəng vursun. Evə çatan zəng ata ev deyəm. Ha, belə oğlanını bax.
Kimsə kimi ilə nəsə sporlasa girirdi araya. Yaxşılığı xoşlayan oğlan idi. Mən hindiyəcə çıxıram bayra, yanıram, siqar çəkməyəm. Hələ bilirəm ki, oradan maşın gəldi, yanacaq qapıda. Ha, bu yeri indicə oradadır. Özü oxuduğum məktəbdir, 241 nəvim məktəbdir. Torpağın üstündə stadionda futbol oynayırdılar orada. Neçə bir yıxılıb ayağa cırılmışdı burada. Şıramı da qalmış, tapanda şıramı ilə tapıblar, anası demişdi. Əlində uşaq var, su da qalmış, yanıq yeri var idi. Dişinin üstündə dişi var. Yoxsa bizə vermirdilər uşağı, atası gəlsin. Deyib ona atası yoxdur, atası burada olsa ölər orada. Atası nə işdədir? Anası ilə danışıb, budur, deyiblər götürəm. Səhər götürərik bunu. Sən nə danışırsan, bu uşağı aparmalıyıq ki. Gör, Hasan da şehid olub, 16 tapıblar onu, bir gecə 17 məsciddə qalıb. 18 dəfn eləmişik. Nə yaşı var, 97-ci ildən də, nə yaşı var onu bir? Mən indicə inanmıram, mən hələ bir yuxu görürüm. Allahımızdan da mən yuxu görürüm. Mənim ürəyim uca daşı olub. Mən hərdən deyirəm anasını ki, düzdə insan xəstəyək olur idi. Bir yıxılsa həyətdə bizi kim baxacaq? Kimin var? Bir qızdır, o da ailəsinə Allah hökumətinin canına sağ olasın, bir otaqlı bir şey verdilər uşağa. Heç mənə ehtiyacım da yox idi. Bu halım olsun bu Allaha. Dedim, böyük nəvəni çox istəyirdi, elə bu şəkili də var orada. Hələ orada da gezir oyuna şəhərdə. Hələ qapının açan kimi komendant dedim, qızı gəlib bu dayımındır. Sənin qucağında geziri var da, şəkili vardı. Üçüncünü görmədi, ikinci hələ körpə idi. Dayımındır. Vermişəm, yaşı inəcək. Allah yenə də hökumatımıza razı olsun. Allahımıza and olsun, razıyam onlardan. Bacısını çox istəyirdi, bacısının balalarını çox istəyirdi. Gör, onda deyil, ikinci qızı balaca, yaş yarımlıq idi, ya 6 aylıq idi. Böyüyü ancaq 1 yaş neçə aylıq idi da, 2 yaşı vardı, nə qədər. Onlarla, nə bilim, bacısının evinə əli boş heç vaxt getməzdi. Deyirdim, amma mənim pulum olmasa demə mənə ki, əfsanə gilə get. Cibimdə pulum olanda mən istəyirəm ki, doldurum sumkanı gedim. Uşaqlar üçün. Sözün düzü, Mehman dedi ki, istəyirsən baba adını qoyayım da. Dedi, yox, öz adımı qoymuram. İşin üstündə kapitanımız var, Elçin dadı. O qədər çox istəyirəm, deyir o uşağı. Qaynatam gəmidə işləyib. Onun kapitanı olub, Elçin olub adı. Deyir, o qədər istəyirəm oğlanı xətrini. Elçin qoyun. Doğrudan elə kənd adamı idi. Biz ana da olsa, biz hörmət əlaməti biz deyə bilmərik ki, özümüz qoyaq da. Həmişə qıza atası qoyub adını. Deyə, bu dedi atasına ki, istəyirsən adını qoy. Dedi, yox, mən öz adımı Yaşar üçün saxlayılmışdı da, kiçik qaynım üçün. Qaynatam qoyub adını. O vaxt Elçin qayıdır, dedi ki, amma Allah qoysa, qoy işə düzəlim. İşim olsun, yaxşı olsun, gedəcəksən. Qaynatam gedirdi, gəlirdi ziyarətə. Deyirdim, amma gedəcəksən, inşallah gedəcəksən. And olsun Allaha. Heç uşaq şəhidliyindən sonra deyirdim, qoy birinci İmam Rızanı ziyarət elərəm, sonra Kərbəla, sonra Ümrəyə gedərəm. Hələ bir Allah Teala bir dəfəlik məni Ümrəyə göndərdi. Onun əli ilə, mən bilirəm. Mən heç vaxt inanmırdım gedərəm. Ancaq o elçinin əli ilə mən Ümrəyə də getdim, gəldim ziyarətə. Ümumiyyətlə, yəni mən düşünürəm ki, bütün müharibə iştirakçıları, bütün qazilər, bütün şəhidlər və şəhid valideynləri bizim nəzərimizdə vətən qəhrəmanıdır. Sadəcə indi o titullar hər kəs öz növbəsində təltif edir, nə bilim medallar verilir. Amma Allahın nəzəri, çünki Qur'an-ı Kərimdə belə bir ayə var. Sizdir Allah yolunda öldürsöz də, öldürülsəz də, meydanda şəhid olsuz da və yaxud da ki, bu meydandan qalib çıxsaz da, Allahın nəzərində sizin məqamınız ucadır, siz şəhidsiniz. Əlbəttə ki, bu bizim hal-hazırda ölkəmizdə yaşayan vətən müharibəsi iştirakçıları da, qazilər də, şəhidlər də, şəhidlərin ailələri də qəhrəmandılar, milli qəhrəmandılar, Allahın nəzərində qəhrəmandılar, Allahın nəzərində şənləri ucadır. Əlbəttə ki, o şəhid qapıları bizim xalqımızın nəzərində böyük müqəddəs məbədlər var, zariyələr, məscidlər, elə o müqəddəs məkanlar kimidir. Allahdan istəyirik ki, inşallah Allah bir daha
dövlətimizə, millətimizə, xalqımıza müharibələr göstərməsin, daimən xalqımızın başını uca eləsin və gələcək günlərimizi inşallah sülh içində, bütün dünyamıza Allah sülh, əmniyyət bəxş eləsin inşallah. Mən öz oğlum şəxsən binədəki kişinin 2 əkiz oğlu, əkiz deyəndə 2 oğlu bir gündə dəfn olunur. Mən ona baxdım, ona medal verəndə, Mərdəkanda icrada olmuşam. Çağırmışdılar bizi, medal verdilər bizə. Öz mənim oğlum yadımdan çıxdı. And olsun vallaha. Və Hasan Tüyə görə evdən 2 oğlu ikisi getdi. Mən bir dənəm yadımdan çıxdı. Valla o kişini hərdən görürəm, tədbirləri çağır, istəyirəm qucaqlayım onun. Bərk. Mənimki getdi. Bir dənə idi. Bunda ikisi də birdən, bir gündə gedir. Valla halal olsun atıyor ki, bu vaxtıca o yaşayıb. Bir xəstəlik, Allah göstərməsin, nəsə tapsın uşaqlığa görə. Bu böyük dərddir. Ancaq fəxrimizdir. Elə bilirəm ki, bütün şehitlər bu hamısı buradadır. Və axırıncı döyüşündə də maşınla gedib də, orada bir nəfər yox ki, bir nəfər sağ qalıb. O da yanında. Türkanlı oğlandı. O götürüb qoyub maşınını yola sağ. Onlar hamısı şehit olub. Rayona uşaqlar gəlmişdi bura. Qazilər gəlmişdi bura. Biz ona da onlarla döyüşən uşaqlar olub. İndi çoxdandır, yoxdular. Taxta ilə, hasa ilə onu güclə götürmüşdülər bura. Ayın üçün gəlmirsən. Uşağın məclisində dedi, gəlməliyik. O gedib biz qalmayıq. Biz də getməliydik. Biz də getmişdik, şehid oluyordum. Onu Allah Teala sənə üçün nə qoyub? Qoyub ki, sən qazi olmalısan. Bunun üçün qoyub şehid olmalıdır. O sənin mənim deməyim nədə qurban olum? O səni Allah saxlayıb. Var amma sevindim ki, gəldi çəkdir. Bu uşaqlar yaddan çıxmasın. Bir daha bunu çəkmirsiniz, xahiş edirəm. Zirənin keçmişini, ağsaqqallarını, zirə belə olub. O belə baxanda yaşlılarımız olub, ağsaqqallarımız olub, axundlarımız, hacılarımız olub. İndi o da şehid haqqında çəkmirsə çox sağ ol. Allah sizi canınızı sağ olun, Allah sizi var eləsin.